Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Siz necəsiz? Uşaqlar hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Qabaqdan gələn yeni ilimizi və dünya həmrəyliyi günümüzü təbrik edirəm. Hər birinizi öpürəm, bağrıma basıram. Bu günləri ailəyə suallarım olacaq. Çoxdan da biz yoxuq, siz bizi görmürsünüz. Amma bütün bunlara, suallarımıza cavab hamısına ailəm bu günləri verəcək. Bəli. Biz niyə yoxuq, nəyə görə yoxuq, Hamısını bu videoda yoxuq, nə işlər görürük, niyə videolar atmırıq, hamısının cavabları kimdədir? Bu videoda Ailəmdədir. Ailəmə belə səni salamlayıram. mən də səni sayamıyam. Mən də necəsən? Yaxşıyam, sən Mən necəsən? də yaxşıyam. Gəl bu danışığımızı qoyaq qırağa, normal Tamam. danışaq. Ciddi oluruq bu videoda. Qarşıdan gələn bayramı təbrik edirəm. Bəli, mən də sənin. Neçə gözəl illərə çıxar. Sən də İnşallah xeyirli inşallah. düşərli olsun Bir hər yerdə. birimizə. Hə, ailə. Bəli, ana. Bugün ay neçəsidir? 19. Hansı ay? Dekabr Ay 2025. 25. Son ayımızın 19'u günü. Bəli. Bugünkü günün necə keçib? Bugünkü günüm normal. Normal, sadə. Niyə yox sən neçə vaxtı? Niyə yoxam necə vaxtı? Çünki həyatımızda dəyişikliklər oldu. Həm həyatımızda, həm ruhumuzda, yəni yorğun uyduq, yorğunçulu günlər keçdi. Ona görə necə vaxtı yox idik. Yəni biraz ara verdik. Bəli. Mən ailənin sözünə yəni qüvvət, biraz düzəldiş eləyim. Biraz çox yorulmuşduq. Hər gün Bəli. videolar, hər gün iş həyatımız, ailənin məşğələləri, ailənin hazırlıqları, ailənin dərsləri. Yəni bizdə çox toqquşmalar oldu. Hətta bizim qonaqlıqlarımız. İndi biz sizə bir dənə Quba vloqunu çəkdik də. Ondan sonra bizi o qədər yerlərə qonaq çağırdılar ki, inanırsınız heç onları biz çəkiliş edə bilmədik, paylaşa bilmədik. Yəni bu şəxsi həyatımızda olan bir qonaqlıqlar idi. Onun üçün çəkə bilmirdik. Yəni biz biraz özümüzə istirahət verdik. İnşallah. Bundan sonra Yeni ilin yanvar ayından aylın açıqlama versin ki biz nə etmək istəyirik? Təzədən qayıtmaq istəyirik. Təzədən izləyicilərimizlə görüşmək istəyirik. Bəli, əvvəlkindən daha çox da aktiv olacağıq. Bəli. Hər şeyin ən gözəli olacaq. Həm kanalımız üçün, həm biz üçün, həm də siz üçün. O günləri arzu edirəm. İnşallah ki olacaq. Və biz istirahətimizdən əlavə həyatımızda da, yaşayışımızda da çox dəyişikliklər elədik. Yəqin ki videodan da görürsünüz. Aylin danışsın da artıq. Aylin hal-hazırda hardasan? Aylin hardadır hal-hazırda? Biz hardayıq? Hardayıq. Biz evdəyik. Bilərək evdəsən. Yeni evimizdəyik. Şək. Uşaqlar, artıq nəhayət ki bizim şəxsi evimiz oldu. Şəxsi ailəmlə özümüzə aid evimiz oldu. Allah hər kəsə qismət eləsin. Allah hər kəsə yetirsin inşallah. Amin inşallah. Düzdür, bizim şəxsi evimiz idi zaten. Sadəcə olaraq biz ailəmlə o evi, yəni müvəqqəti almışdıq, müvəqqəti götürmüşdük. Çox dəyişikliklər istəyirdik həyatımızda. Yəni onu da nəhayət ki elədik. Allah istəyən hamıya qismət eləsin. İnşallah bundan yaxşıları, bundan gözəllərini arzu edirəm. Balaca evimiz var idi. Yəni artıq istədiyimiz bir evə. İnşallah ailə yəqin ki onun da vlogu gələcək. Yəni bizə onsuz da orada hamı yazır, yeni il vlogu niyə çəkmirsiniz? Yeni il nədir? Başımız çox qarışıb uşaqlar. Çünki biz hal-hazırda o yeni il havasını yaşamırıq, amma inşallah ki o da olacaq. İnşallah. Yeni gün var, ailə zaten evi bəzəyir. Işıqlarımızı, zarımızı görürük. Məsəl üçün orada qapıda qırmızı kurdələ zad atmışam. Burada işıqlar, Bir pərdələr, də sadəcə yolka qurmamışıq. Onda mən yolka qururdum. Aylin deyir, mən uşaq deyiləm, mən yolka istəmirəm. Zaten Aylin 2 ildir ki, yolka zat istəmir. Bilmirəm niyə. Uşaqlıqda qururdum bunun üçün, amma indi xoşlamır, qurmuram.
Amma yeni il biz şeylərini hər zaman, hər il yaşadığımız kimi bu il yaşayacağıq inşallah. Aylin yəqin ki təzə evimizin çəkilişini, vloqunu da çəkəcək və istəyirsinizsə əgər evimizi görmək, orada kommentlərdə zəhmət olmasa yazarsınız. Kommentlərdən də əlavə, əgər ev turunu istəyirsinizsə, bu videoya 500 like tələb edirəm. 500 like gəlsə, evin turunu çəkəcəm. Yəqin ki görmüşdünüz bizim o birisi evimiz, yəni qaranlıq, belə balaca, yəni xudmani idi. Düzdür, biz ana bala ikimiz yaşayırıq, amma çox xudmani bir ev idi. Lift olmayan sonuncu mərtəbə idi. Onun üçün nəhayət ki ailənin seçimi ilə Bəli. aşağı mərtəbə, Deyim mərtəbəni. Birinci mərtəbə gətirdi. Anam mənim anam. Anam mənim anam. Mənim anam birinci mərtəbəyə nifrət edən bir insandı əslində. Hələ də istəmirdi. Amma mən çox bəyənirdim. Həm aşağı mərtəbəyə deyə rahat olurdum. Çünki evin bazarlığını eləyən mənəm. Özü ağır şeylər, ona görə daşıya bilmirdim. Ona görə bu evdə mən uşaqlar, istəyimdən birinci mərtəbəyə yəni gəldim. bu evdə uşaqlar jurnalidən tutmuş, divandan tutmuş televizora qədər Aylin özü seçir. Bir də televizorda ki, yəni hal-hazırda müvəqqətidir. O da inşallah dəyişəcək. Yəni bütün əşyalarımıza qədər yeniləmişik. Onun üçün bizim vlog çəkməyə heç bir vaxtımız yox idi. Onun üçün siz də rıxsanızda bizim binarsız ana bala ancaq yorğun. Çünki bizim bu həyatda Aylindən var. Mənim Aylindən, Aylin də məndən başqa heç kimimiz yoxdur. Biz hər bir şey ana bala özümüz edirik deyə. Onun üçün hər şeyi yığışdırıq, tozunu təmizləmək falan filan. Ancaq görürdük, axşam saat 1-də yatırdıq. İnan Allah, məktəbə də elə 3-4 həftəyə yaxın olmadı getmədim. Həm bilirsiniz xəstə idim. Ondan sonra evi dəyişdik falan filan. Ancaq elə ilk dəfə bu gün getdim, baxın. Yəni Allah hər kəsə qismət eləsin inşallah. Hər birimizi də yeni il 2026-cı ildə hər birimizə xeyir günlər nəsibi olsun, qismətimiz olsun. Kimin ki evi yoxdur, Allah ona ev qismət eləsin. Ailənin də nə bilim bilmirəm, ürəyicədirsə, kimin nə sualı varsa, hər biriniz gəlin kommentlərdə suallarınızı verin. Bir günlərdə onun qəşəng videosunu çəkərik və yanvardan qəşəng qışqırtmalarımız gələcək. Aylin bugün dərsin necə keçib? Bugün Aylin bugünlər məktəbə elə bir qonağı gedib. Çox heyecanlıydı. Hətta sinif yoldaşları Aylin'i görüblər, deyiblər sən kimsən? Hoş gəlmişsən, səfalar gətirmisən. yəni bugünkü məktəb günü şok keçdi. Şok oldular. Başqa suallar Bizim üçün darıxanlar, Aylin üçün darıxanlar, yəqin ki bizi unutmamısınız, bilirəm unutmamısınız. Sizi sevirik həqiqətən. Baxmayaraq video çəkmirdik, biz yox idik. Biz həqiqətən sizi çox istəyirik. Bəli. Hətta hər gün Aylinlə yorğun olsaq da, yatanda belə özümüzə fikirləşəndə deyirik, görəsən uşaqlar nə fikirləşirlər, görəsən uşaqlar nə deyirlər. Amma biraz özümüzə istirahət verdik, nə yalan deyil. Yəni siz də insansınız, biz də insanıq. Siz bizdən çox videolar tələb edirdiniz. Hətta bəlkə nadir youtuberlərdən biri idik ki, biz həftədə hər gün vlog atırdıq. Hətta elə gün olur ki, bir gündə 3 dənə video atırdıq. Bəli. Ona görə bizim də dincəlməyə ehtiyacımız var idi. Sizi də bezdirmişdik, biraz ara verdik. Neyse, Aylin Bir də bugünkü ana verlər mənə, ana. Bəbəni Göstərəyim sizə. tacı da başındadır. Bəbəmi Kraliçamızdır bizim. Bu tacizə tanıdıq gəldi, mənim tacımda taxmışam buna, çünki bu mənim bəbəmdir. Buna ad fikirləşək uşaqlar, buna Yəqin adını ki, uşaqlar hiss edirsiniz evin işıqlarına falan, hamısına Aylin üçün, Aylinin çəkilişləri üçün, işıqları imunlava onun üçün güblaşdırmışıq bu evdə. Aylin neysə, yeni evimiz mübarəkdir, xeyirli olsun. Xoşun gəldi evimizdə. Evimizdən xoşum gəldi. Ürəyincədir. Bəli, ürəyimcədir. O birisi evimiz yaxşıydı, bu evimiz. Biz de o birisi evdə bizim günlərimiz olur. Ay sağ ol. Yeni evimizdə hələ nələr olacaq inşallah ki. Uşaqlar üçün darıxmışdım. Mən də darıxmışdım. Yox, sağ deyirəm, darıxmışdım. Darıxmışdım. Nə deyirəm, darıxmışdım. Duz qədər. Duz qədər, aha. Mhm. Deməli, sonra Aylin bu neçə vaxt ərzində bir yəni fikirlərində, ağlında nə kimi
şeylər quraşdırmısan, düşüncələrin var, yeni layihələrin, yeni ildə özünə məsəl üçün uşaqlarla bölüşəcəyin bir şeylər var, yəni bir video roliklar, yəni belə nə deyirlər ona, çəkirdiyin vloqlar, nə fikirləşmisən, nəsə bir düşüncələrin var. Özümü daha da inkişaf elətdirməyi bu yeni ildə, daha gözəl vloqlar çəkməyi, daha aktiv olmağı və uşaqlara onsuz dəyər veririk biz, amma əlavə olaraq qat-qat dəyərləndirəcəm onları. Çəkə bildiyimcə hər gün vloqlar çəkəcəm, gözəl vloqlar çəkəcəm. Yəni bu qədər. Özümü daha da inkişaf elətdirəcəm. İnşallah, inşallah. Yəni uşaqlar, elə bilməyin ki, biz yoxuq deyə siz də unudulmusunuz. Yəqin ki, biz hər şey diqqət elədik. Bizi sevənlər, abunədən çıxmayanlar, hər kəsi mən hal-hazırda səhər bir dənə balaca şoks atdım. Orada nə qədər uşaqlar yazdı ki, nə olar, Ülkə hala video atın. İnşallah mən də çox darıxmışam siz üçün. Bu qısa bir vlog olsa da, İnşallah ki, ailəm bilmirəm bu günləri sizlə evi paylaşar, yoxsa əlavə bir video çəkər, onu bilmirəm. Amma kimin bu günə kimi nə sualları varsa, hamısını bu yorumun altına yazsın. Bəli, yazın. Günü elə sabahları, sabaha qədər nə qədər sualları olsa, elə günün sabahları ikimiz video çəkərək bütün suallarınıza cavab verəcək. Kimin nə sualı varsa, hər birinə cavab verəcəyim. Yəni bugünə qədər nəyə cavab verməmişiksə, bundan sonra inşallah hər bir sualınıza cavab verəcəyim. Amma xahiş edirəm, eyni suallar təkrarlanmasın. Gedək köhnə sual-cavab videolarıma baxaq. Orada olan sualların heç birini yazmayaq. Neçə yaşım var, ən sevdiyin rəng nədir və s. Yəni atam var, nə bilim, atamla anan ayrılır. Yəni uşaqlar sırf ailədən mənə ayrılırlar. Bəli, qeyri-adi və gözəl. Heç verilmə suallar verin. Ailəni necə görmək istəyirsiniz? Ailənin saçını necə görmək istəyirsiniz? Ailənin məsəl üçün vidini, fasonunu, ailənin geyimlərini necə görmək istəyirsiniz? Yəni fikirləriniz bizə çox maraqlıdır. Hətta niyə də yox, verdiyiniz suallara bəlkə ondan bir nəticə çıxardarıq. Bəlkə ailənin geyim tərzi, bəlkə nəsə biz bəyənirik, siz bəyənmirsiniz. Və yaxud da biz bəyənmirik, siz bəyənirsiniz. Nəyəsə dəyişiklik etmək istəyirsinizsə, məndə nəyə dəyişiklik eləmək istəyirsinizsə, nə maraqlıdırsa, siz suallarınızı verin. Amma çox xahiş edirəm, Aylin demişkən, köhnə sualları, eyni paftor sualları verməyin. Əgər kiminsə sualına biz videoda cavab verməsək, bilin ki, bu sual çox məntiqsiz və mənasız, maraqsız olduğuna görə. Bəli, devam edir sual cavabı. Sual cavabımıza keçək. Deməli, Aylin, bizim evimizə köçməyimizdən ilk gündə də məktəbə getdində bizim köhnə evimizdən rahat idi sənə, yoxsa bu təzə evimizdən? Məktəbə. Getmək. Onu da deyim ki, uşaqlar, mən Aylin'i mağazinə göndərə bilmirdim. Bezmişdim. Günlərlə evdə çörəksiz qalırdı. Ailəni mağazinə göndərə bilmirdim. Amma burada gün ərzində Aylin 6 dəfə gedir. Çox şükür, mağazin blokumuzun ağzındadır. Eyni şəkildə zibildə. Qapına, zibilləri tullamaq üçün, daha mən adam çağırmaqdan evə pul verməkdən yorulmuşdum ki, mənim zibillərimi tulla. Aylin Nəhayət artıq gedirəm mən. Qapını açır, çıx mağazindən çıxır, çıx evə. Çox yəni yaxşıdır. Onun üçün Aylin, özünüzü necə hiss edirsiniz? Çox gözəl hiss edirəm. Özümü çox rahatlamış hiss edirəm. Axırıncı mərtəbəyə çıxa-çıxa ürəyim zəlil qalmışdı. Aylin gör nə alıb uşaqlar. Bunu almışam uşaqlar təzə evimə ki, popcorn falan yeyə bilim. Bəlkə bizdən sabahlamaca vlog çox istəyirlər köhnə evdə. Çəkmirdik, bəlkə burada çəkərik. İnşallah. Uşaqlar, mən də köçməyə görə dırnaqlarımı çıxartmışam. İnşallah təzə dırnaqlarla gələrik. Bir dənə göstərir. Ya, mən uşaqların qabağına qəşəng çıxacağam. Təmiz səliqəli. Yaxşı ki, mən bir dənə sənə sual verim. Bu evə 10 üzərindən puanın neçə oyardı? Mənə çox rahatdır. Çox, yəni necə deyim, özüm öz istədiyimlə remontumu eləmişəm, özüm öz istədiyim əşyalarımı yığmışam. Yəni o birisi evi hazır götürsəydik belə, yəni istədiyim kimi deyildi. Təbii ki də bu evi çox rahatam burada. Bir dənə sadəcə olaraq uşaqlar, qapı qonşumuz bir dənə qoca arvad var. O qoca arvad bizim ömrümüzə oturur. Çünki bütün günü blokdadır. Səsi başımıza düşür. Hala indi buradan baxırsansa mən nə deyim? Mən ruhumdur danışır. Uşaqlar bir dənə nə olub, ana danışım onu.
Deməli bu evə ilk köçdüyümüz gün bizim düşüb sən demədən olar mən deyim. Düşüb 6-cı günə biz də Wi-Fi qoşa bilmirik də evə yığırıq. Deyirlər ki, 1-ci gün olacaq ustalar. Bizi baxmanda qonşudur da. İndi köhnələrdəki kimi də olmasa yenə də qonşu. Tanımırıq heç kimi. Gəlib qapını döymüşəm ki, xala bir dənə Wi-Fi varsa verin, bir günlük istəyirəm də. Bazar günü 1-ci günə qədər. Xala mənə göz belə, mən səni tanıyıram. Nə istədiyimiz belə yaddan çıxdı. Hələ mən də sorğu-sual aparırıq. Xala hardan tanıyırsan, necə tanıyırsan? Bir hardasa görmüşəm, buralarda görmüşəm. Mən də istədim deyim ki, xala yəqin yoxdur. Xala eşitmədim. Qaldım belə, anam orada belə yeri, hardan tanıyırsan? Mən də qalmışam belə, şok olmuşam, qalmışam belə, fikir vermirəm, bilmirəm nə deyim. Bilirəm, xala hardan tanıyırsan? Deyir, görmüşəm səni hardasa. Nəysə də, yəni o gündən dost olmuşuq. Bəli, o gündən dost olmuşuq. Arada gəlib qapını döyür. Hə, təbii ki də o ilk gün bizi biraz pis qarşılamışdı. Çünki tanımırdı. Amma Aylin də səmimi olduğundan, mən də səmimi olduğumdan, yəqin ki bizi tanıyırsınız, biz necə insanlarıq. Onun üçün qonşularla belə əlaqə açmasaq belə, yəni mən bütün insanlara hörmətim, dəyərim olduğundan xalanı da yəni gözəl qarşıladıq. Onun üçün o gündən xala bizim qapımızda bir gün də olsa döyməsə dincəlmək. Yəni ya qaz üçün, ya su üçün, ya işıq üçün, ya nəyləsə də qapımızı döyməlidir. Bəli. Ona görə də xala buradan sənə deyirəm, əgər baxırsansa, sən bizim qapımızı döyməsən biz darıxırıq. Bəy qapımızı döy. Aynen. Yəni Allah hər kəsi xoşbəxt eləsin. Bizim qonşularımız da belə. Hələ ki o bizləri tanımırıq, amma inşallah ki yaxşı olar. Sonra Aylin. Sonra sənə sal verim. Bu neçə vaxtı yəni o Aylin keçdiyimiz əziyyətlərimiz də oldu, çətinliklərimiz də oldu. Hətta bu arada uşaqlar deyim, Aylin çox böyük bir şeydir. Telefonumuzu itirmişik. Onu da deyim. Aylin yardıma düşdü. Telefonsuz Aylin telefonunu itirib. İndi hal-hazırda Aylin qalıb mənim telefonumda. Onun üçün Aylinə bir dənə qəşəng telefon götürmək istəyirəm. Yəni tərslikdən bu hay-hayda o da gəldi üstünə. Onun üçün keçən ərəfədə itdi. Bilinmədi uğurlandı yoxsa yox. Düzdür şikayətlə iPhone test tapıldı da. Geriyə kodu nazarla bilməm Aylin bilir. Şikayət eləmişik inşallah ki. Bu da öz yerini tapar. Yəni başdan sözü kəsirəm. Yəni dərdim telefon deyil əslində. Yox, telefonumu əslində çox sevirəm. Cana gələn mala gəlsin. Bəli, amma yandığım şey siz nədir? Bütün hesablarım orada. Bütün ailənin kart hesabı, ailənin bütün hesabları, ailənin bütün video düzəltmə, nə bilim hər bir şəkilləri, videolar hamısı orada. Təsəvvür edirsiniz, YouTube səhifəmdə başqa biri də var idi. Yəni girdim, bütün kodları falan dəyişdim. TikTok səhifəm, Instagram səhifəm, iCloud-umun şəkilləri, kart məlumatlarım hamısı o telefondaydı. Ona görə çox zor oldu. Biz keçən ərəfədə həmən günü oldu da, veşlərimiz hələ ortalıqdadır. Deməli 169 zəng eləmişik, veşlərimizi gətirirlər hələ qapıya. Aylin gəldi ki, amma telefonum səndə, mən deyirəm yox, elə biləm mənə məzələr. Çünki siz bilirsiniz də, biz ana-bala olmamışıq, biz həmişə bir-birimizə zarafatlaşmışıq. Mən də elə bildim, o məndən məzələnir. Təsəvvür eləyin, uşaqlar 40 dəqiqədə telefon itir. Aylin sakit durub ki, ana əsəbidir, biraz köçəndə biraz əsəbləşmişdim, bu da elə. Yəni, necə insan gülsün, o veşlərimiz hər şey ortalıqdaydı. Onun üçün Aylin mənə çox danışdırmır ki, mən əsəbiyəm. Mən də Aylin çox üstünə getmirdim ki, Aylin yəqin mənə zarafat edir. Belə-belə 40 dəqiqədə telefon yoxdur ortalıqda. Ucu işdən keçib, tapıblar da, söndürüblər də. Sonra hər şey veşlər dağılandan sonra, veşlər ustalar, fəhlələr gedəndən sonra Aylin telefonunu istəyir. Mən telefonu zaretkaya taxıram, udlentili axtarıram, tok axtarıram, rozetka axtarıram, zaretka adapter axtarıram. Aylin deyir, mənim telefonumu da qoy. Deyirəm, məzələrsən sən mənlə. Option belə-belə uşaqlar pisdə belə bir saat biz bir-birimizdən belə baxışmışıq. Telefonum yoxdur. Telefon yoxdur. Sonra həndən ayrılmışıq, zəng eləmişik, telefon yoxdur. Mən bəyənmədiyi Samsungda qalıb. Ananın telefonunu bütün Bakıda reklam eləmişdi. Ananın telefonu Samsungda falan filan. İndi özü qalıb Samsungda. iPhone getdi. İnşallah canımıza heç nə olmasın təki. Yəni Təbii ki də ona yanmadıq, ona pis olmadıq, içindəkilərinə pis olduq. Nömrəmiz də yəni üstündə. Heç nə olmaz, inşallah ondan qəşəngini alarıq. Yəni bizim yeni dekabrımıza girişimiz belə oldu. İndi bilirsiniz ki biz niyə yoxuq ortalıqda. Məncə siz bizim
yerimizdə olsaydı, siz ara verməyə bıraxın, siz promoyu sosialdan çıxardınız. Ailənin telefondan əlavə krasovkaları itib. O da olmadan. Təzə bir engeşən krasovkaları var idi. Təzə onu da itirmişik. Ailə təzə sviter almışdıq. Sizə göstərməmişdi. Demişdi təzə evdə açıb göstərəcəm. O da yoxdur. Bilmirik hansı bir işin içində gedibsə yoxdur. Tapılmır. Neyse uşaqlar bizim həyatımız çox cəncəllidir. Bizim həyatımız çox qalmalıdır. Bir də onu demək istəyirəm ki, bu olan hadisələrin çoxu, bilmirəm deməliyəm, deməməliyəm, amma deyirəm. Bu olanlar hadisələrin çoxsu Quba vlogdan sonra oldu. Biz gözə nəzərə gəlmişik, boynumuza alın. Biz gözə nəzərə gəlmişik. Cəmaət Dubaya gedir, biz Qubaya getdik, biz belə gözə nəzərə gəldik. İndi təsəvvür edin, biz Dubaya getsək. Biz Antalya'ya getsək, Kore'yə getsək necə olacaq? Təbii ki, zərfət edirəm uşaqlar. Öpürəm sizi, hər birinizi bağrıma basıram. Yəni ailənin yoxa çıxmağının səbəbi bunlardır. Telefonsuz qalmağıdır. Çünki ailən öyrəşib iPhone-a, ailən Samsung-dan heç bir iş görə bilmir. Onun üçün videoza çəkimləri mən Samsung xoşlayıram. Adicə mən bu videonu çəkəndə belə anam mənə dedi get çəkək. Mən Uşaqlar dedim, bizi hə. darıxıb. Dedim təzə telefon alınana qədər yox. Hə, inşallah ki, onun üçün təzə telefon götürəcəm. İndi inşallah tapılsa, çox şükür dua edin ki, tapılsa. İndi bizə deyiblər tapılacaq, asandır tapılmaq. İndi inşallah bayramlara düşməsə. Əgər tapılmasa, yəni ailəyə təbii ki də təzə telefon alınacaq. Mütləq. Yəni şifrəsini zadın hamısını girəcək şəkillərinə. Prosta ki olmur, hər bir kartdan. Allah eləməsin iCloud-umu silmiş olsunlar. Hə, iCloud zət problemdir biraz, ondan qorxuruq. iCloud olmasa çətin olacaq. Əgər alınsa təzə telefonda rahat olacaq. Prosta iCloud-la şəkillərə, videolara girəcək. Prosta bütün ailənin proqramları, kart hesabı zadamız o telefondaydı. Nəysə, başımızı ağrıtmaq istəmirik. İnşallah ki bizi bu dekabr ayında çox görməsəz belə, yanvarın biri günündən, bilmək olmaz dekabrı bəlkə 31-nə sizlə bir yerdə girdi. Onu da bilmək olmaz. Mən elə istəyirəm. Çünki biz sürprizləri sevən, mən ümumiyyətlə mən sürprizləri sevən anayam, valideynəm, sürprizləri sevən insanam. Ona görə də biz yolka əvəzi bəzədik. Spoiler niyə verirsən? Yərcan silərsən. Biz yolka bəzəməsək belə, o yolka əvəzi sizə gözəl bir gülüşlər təqdim edərik. Siz bilirsiniz axı bizi. Bizi bilirsiniz. Biz yəni nə qədər də ki kənara çəkilsək, o qədər də bizim planlarımız gözəl nəticələnəcək. Öpürəm sizi uşaqlar, bağrımı basıram. Hər birinizin valideynlərinin, analarınızın gözlərindən öpürəm. Hər birinizi bağrıma basıram. Yaxşı ki varımızsınız, yaxşı ki bizi sevirsiniz. Bizi sevənlər hər kəs ora bir dənə Ulka Aylin yazsınlar, ora bir dənə ürəklər atsınlar kommentlərə və kimin nə sualı varsa ötürün gəlsin, sabah ikinci videonu çəkəcəyik. İkincidə də bütün suallarınıza cavab verəcəyik. Və əgər yeni evimizin ev turu vlogunu istəyirsinizsə, bu videoya 500 like gəlsin. Şak. Bir də uşaqlar, sizdən bir şey xahiş edəcəm. Məni artıq xahiş edirəm 2026-ya qədər 10K eləyin. Mən 2026-ya 10K olmuş şəkildə girmək istəyirəm. Artıq biz neçə gündür yoxuq. Uşaqlar, əgər bizi izləyənlər varsa, bizi sevənlər varsa, yəqin ki günlərimiz də bilir. Hər birinizi ora yazın. Biz neçə gündür ortalıqda yoxuq. Düzgün cavab tapana nə edərik? Maçeliyə adını çəkəcəm burada. Və çoxlu salamlar göndərəcəm. Məndən bu qədər. Hamınızı öpüyəm. Maça yiyəm. Sağ olun. Bye bye. Merry Christmas. Səndən əmcət.